müxtəlif ölkələrdə hər il oktyabrın 31-i Halloween bayramı olaraq qeyd olunur. Bu bayram öz ab-havası, ənənələri və maraqlı kostyumları ilə seçilir. Artıq Azərbaycanda da Halloween-ə maraq kifayət qədər artıb. Buna görə də şənliyə uyğun bəzəklər, aksesuarlar satılan mağazalar fəaliyyət göstərir. Bizim media olaraq həmin mağazaların birində olduq. Mağazada müxtəlif ölçülərdə fiqurlar, cadugar geyimləri, rəngarəng şilyapalar, heyvan başları formasında maskalar, oyuncaqlar, cizgi film personajlarının kostyumları və s. var idi. Bəzəklər arasında isə balqabaqlar xüsusilə seçilirdi. Çünki bu Halloween-in simvolu sayılır. Satıcıların məlumatına görə bu il Halloween məhsullarına maraq daha da artıb. Hətta onlar deyirlər ki, müştərilər arasında ruslar daha çoxluq təşkil edir. Alıcılar arasında övladlarını şənliyə hazırlamaq üçün gələn valideynlər də var idi. Halloween bayramını qeyd edirsiniz? Bəli, qeyd edirəm. Dünən qeyd etmişəm. Dostlarımla çıxdım da açıq şəhərə. Halloween keçirilən kafelərdə birinə getdik və axşam çox əyləndik şəxsən. Çox istəyərdim ki, çoxumuz qeyd edək bu bayramı. Məncə çox əyləncəli bayramdır. Ümumiyyətlə bütün bayramları sevdiyimə görə bu bayram da yəni əyləncəli, maraqlıdır. Məncə Azərbaycanda gəlsə maraqlı olar. Yəni bayramda nə pisdir ki? Bir-iki dəfə qeyd etmişəm Halloween bayramını, xala qızlarımla, dostlarla filan. Bir dəfə hələ Hayal kafesinə getmişdik, çox maraqlı idi. Favori bayramlarımdan biridir, amma çox qeyd olunmur deyə, yəni gərək ölkə olaraq qeyd olunsun ki, daha maraqlı olsun. Çox maraqlı bayramdır. Effektiv olacaq mən düşünürəm, yəni Azərbaycanda da olsa bu. Super. Yəni mən bunu istəyirəm. Məsələn, hansı personaj oynayırsınız? Cadugar. Normal baxıram. Nə deyə bilərəm? Qeyd edək ki, Halloween bayramı insanlara qorxu və sehrlə dolu bir gecə təsiri bəxş etsə də, əsas məqsəd birlikdə əylənmək, dostlarla zaman keçirməkdir. Bu gecədə uşaqlar şirniyyat toplayır, böyüklər isə xəyalını qurduqları obrazın kostyumlarını geyinirlər. Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim Media.